Mən Ələsgərov Rəsul Habiloğlu, üzümü tuturam Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və onun ailəsinə. Cənab Prezident, dünən çəkiliş eləmişdim, sosial şəbəkələrdə paylaşmışdım ki, mənə köməklik olunsun, işlə bağlı maddi durumum pis vəziyyətdədir. Bundan sonra, bu videodan sonra Ağstafa rayon icra hakimiyyətindən mənə təhdidlər olunmağa başladı, təzyiqlər olunmağa başladı. Yəni mən sizdən iş istəyirəmsə, deməli mənə kimsə təzyiq göstərməli deyil, axı əslində əksinə olaraq mənə köməklik göstərilməlidir ki, bu qazi və bu vətəndaş niyə bu ağır durumda yaşamalıdır? Bunun bir dərdinə bir köməklik olmalıdır. Dövlət qayğısı göstərilməlidir, dövlət dəstəyi göstərilməlidir, humanitar yardımlar göstərilməlidir. Bunlar heç biri göstərilmir, ancaq mənə təhdidlər olunmağa başlayır. Səni belə eləyəcəyik, elə eləyəcəyik. Nə ara erməni öldürə bilmədi, amma siz öldürmək istəyirsiniz məni. Niyə belə eləyirlər ki? Yəni mən də bu ölkənin vətəndaşıyam. Oğurluq eləməmişəm, cinayət eləməmişəm. Haqqımı istəyirəm də, haqqıma düşəni istəyirəm. İş istəyirəm, köməklik istəyirəm, dövlətimdən istəyirəm. Başqa bir insanlardan istəmirəm ki, dövlət dəstəyi göstərilsin də. Niyə öz başınaçılıq eləyirsiniz? Niyə əlinə bir sinəsində bir kalustuk taxan hamısı bir kişi olubdu. Elə kişiliyini onunla yox, kişiliyini gəl mənə kömək eləməklə sübut elə ki, denə mən göstərdim denə. Göstərdim ki, sənə budur, bax köməklik göstərdim mən sənə. Yoxsa mən sənə belə eləyəcəm, heç nə də eləyənməzsən. Heç nə də eləyənməzsən. Necə ki, erməni məni yıxa bilmədi, heç sən də yıxa bilməzsən.